Rəsm çəkmək yəni bir qabiliyyətdir yoxsa günahdır? Təsəvvür elə bir dənə qələm götürürsən, oturursan rəsm çəkməyə və qabağındakı sənin qələmini götürür, bir dənə başı bağlı və qışqırır üstünə ki, günahdır. Mənə təsəvvür etmək lazım deyil. Çünki ətrafımda o qədər dindar insanlar bu sözü mənə deyib. İndi bunu araşdırmaq lazımdır. Yəni mən sadəcə insanın portretini çəksəm, hansı ki bu həyatda var. Yəni Allah onu yaradıb. Yəni mən həmin o yaşayan insanın şəklini çəksəm, o deməkdir ki, mən Allaha bənzəmək istəyirəm. Tarix kitablarında da hətta bunlar var. Yəni dindar insanlar da gəlib bunu mənə deyir. Amma belə bir video paylaşanda hamı mənə yazdı ki, yox, sən boş-boş şey danışırsan. Onda niyə dindar insanlar məndən əl çəkmir? Niyə bu günah sayılır? Günahdır, yoxsa qabiliyyətdir? Həqiqətən başım çıxmır. Nə düşünürsünüz bu haqda?